Что могли заметить наблюдатели из южного полушария? Dediyimiz kimi yazılı mətnimizdə Hale-Bopp kometinin necə aşkar olunması haqqında və iki fərqli insan tərəfindən aşkar olunması haqqında məlumat verilir. Alan Hale New Mexico şəhərindən, Thomas Bopp isə Arizona ştatında olduğu halda eyni anda bu insanlar fərqli yerlərdən bu kometi aşkar etmişdilər. Mətnimizdə 4-cü abzasında belə bir ifadə vardır. Позже комета переместилась в южную небесную полусферу, и ее яркость стала ослабевать. Sonradan kometa cənub tərəfə keçir və onun parlaqlığı get-gedə azalır. Mətndən irəli gələrək постепенное угасание яркости кометы Hale-Bopp variantını seçirik.